Bakı ile İrəvan arasında 100 milyonlarla ticarət. Əliyev ilə Paşinyan bu mövzularda razılığa gəldilər. Netanyahu Əliyevə səsləndi. Bakının cavabı nə olacaq? Pensiya ilə bağlı mühüm açıqlama. Yaxın günlərdə Sibir soyuğu Azərbaycanda çoxğunla müşahidə ediləcək. Bugün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq orta güc dövlətinə çevrilərək regional düzəni müəyyənləşdirən əsas ölkələrdəndir. Azərbaycan həmçinin sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini inamla davam etdirir. Bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması və benzin ixracatının həyata keçirilməsi də məhz dayanıqlı sülhə xidmət edən addımlardır. Hazırda 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan bütövlükdə regionun enerji təhlükəsizliyinə xüsusi dəstək nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq. İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bura enerji və eləcə də qeyri-neft qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var. Sülh müqaviləsi imzalanarsa və ticari əlaqələr bərpa edilərsə, Azərbaycanla Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər. Təbii ki, bütün bunlar birmənalı şəkildə Ermənistanın sülhə necə sadiq qalacağından asılı olacaq. Azərbaycan regionda dayanıqlı sülhdə maraqlı olmaqla yanaşı, hər zaman milli maraqlarını qorumaq gücündədir, deyə millət vəkili vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Axar TV xəbər verir ki, tərəflər Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton sülh sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticari və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib. İki tərəfli normallaşma prosesində dəstək məqsədi ilə təmasları davam etdirmək barədə razılığa gəliblər. İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanla süni intellekt sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində Prezident İlham Əliyevə ən səmimi salamlarını çatdırıb. O bildirib: "Biz həmişə deyirik, gələn il Yerusəlimdə görüşərik. Ona deyin ki, bu il Yerusəlimdə. Qoy gəlib bizi ziyarət etsin. O çox səmimi və isti qarşılanacaq." Qlobal Infoaza danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrail-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində davam edir. Hər iki ölkə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində kifayət qədər uğurlu əməkdaşlıq qurub.
Bu əlaqələr Bakı və Təl-Əvivin milli maraqlarına xidmət edir. Üçüncü ölkələrə qarşı yönəlməyib. Artıq İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərir ki, uzun müddət belə səfirlik olmamışdı. Geosiyasi proseslər dəyişir və rəsmi Bakı buna uyğun addımlar atır. Hazırda Azərbaycan nümayəndə heyəti İsraildə səfərdədir və süni intellekt, kiber təhlükəsizlik sahəsində sənədlər imzalanıb. İsrailin baş naziri Prezident İlham Əliyevi Qüdsə dəvət edib. Lakin hazırki geosiyasi vəziyyət, xüsusən İranla bağlı gərginlik, İsrailin Qəzza əməliyyatları və paytaxt məsələsi nəzərə alınaraq, rəsmi Bakı belə səfəri reallaşdırmayacaq. Dünya Birliyi, o cümlədən Azərbaycan, İsrailin paytaxtını Təl-Əviv kimi tanıyır. Hazırda belə bir səfər üçün şərait uyğun deyil. Gələcəkdə regionda sülh bərqərar olarsa, Azərbaycan prezidenti İsrailin paytaxtı Təl-Əvivə səfər edə bilər. Bununla belə İsraillə münasibətlər hazırda yüksək səviyyədədir və prezident səviyyəsində səfərə ehtiyac görülmür. Azərbaycanın hazırda qüvvədə olan qanunvericiliyə əsasən pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Fevral ayı olmasına baxmayaraq bu proses hələ də icra olunmayıb. Busa pensiya artımı gözləyən vətəndaşların narahatlığına səbəb olub. Axar TV xəbər verir ki, Yeni Sabah məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, pensiya artımı ilə bağlı yaxın günlərdə ictimaiyyətdə ətraflı məlumat təqdim olunacaq. Amma pensiyaların artırılmasının hansı tarixdən qüvvəyə minəcəyi, artımın məbləği və əhatə dairəsi ilə bağlı konkret detallar açıqlanmayıb. Hazırda ölkə ərazisində hava şəraiti mürəkkəb sinoptik proseslərin təsiri altında formalaşır. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. Onun sözlərinə görə fevralın 3-ü axşam saatlarından başlayaraq şimal-qərb istiqamətlərindən ölkə ərazisinə daxil olan Arktik və Sibir mənşəli soyuq hava kütlələri temperaturun kəskin enməsinə və küləyin güclənməsinə səbəb olub. Eyni zamanda rütubətli Aralıq dənizi siklonunun təsiri ilə buludluluq artıb. Yağış, bəzi yerlərdə sulu qar yağması müşahidə olunur. Fərqli xüsusiyyətlərə malik hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində atmosferdə təzyiq qradiyenti yüksəlib. Qeyri-sabitlik müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə edilir. Hazırda Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 metrə çatır. Gülnarə Abbasovanın sözlərinə görə müşahidə olunan küləkli hava şəraitinin fevralın 5-i səhərədək davam edəcəyi gözlənilir. Fevralın 4-dən 5-nə keçən gecə Abşeron yarımadasının bəzi ərazilərində havanın minimal temperaturunun 0 dərəcədən -2 dərəcəyədək enməsi nəticəsində bəzi yolların buz bağlaması ehtimalı var. Eyni zamanda bölgələrdə də intensiv yağıntılar davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.